cinsi orqanın sərtliyinin azalması. Bunu bir çox videolarında bildirmişəm. Əgər cinsi orqanda sərtlik azalıbsa, bu ora gedən qan damarlar vasitəsilə qan axınının fəaliyyətinin azalması deməkdir. Yəni biz sərtləşmənin nə qədər yaxşı olmağını istəyiriksə, cinsi orqanı bir o qədər də qan təchizatı ilə təmin eləməliyik. Qan axınının fəaliyyətinin pozulması iki əsas səbəbdən olur ki, birincisi beyin və cinsi orqan arası olan bağlılığın pozulmasıdır. Yəni 5 duyğu orqan vasitəsilə beyindən cinsi orqana siqnal düzgün ötürülmür və bu da cinsi orqanın sərtləşmə problemi yaranır. Daha çox belə hallar səhər yuxudan duranda ereksiya olur, qadına yaxınlıq etmək istəyərkən sərtləşmə anidən itir. Videoya baxarkən və yaxud da hər hansı masturbasiya zamanı sərtləşmə əla olur, amma əlaqə zamanı sərtləşmə zəifləyir. Əlavə olaraq isə kişilərdə qan damar problemlərindən, yəni oturaq həyat tərzi, hərəkətsizlik, yağlı qidalanma, kimyəvi qəbul olmuş dərmanlar, eyni zamanda əsəb, stres, gərginlik, bunlar qan damarlarında tıxanıqlıq yaranır, qanda sıxılma yaranır, qan damar kirəcləşməsi yaradır ki, müəyyən müddətdən sonra da cinsi orqana qan axını yaxşı getmədiyi üçün kişidə sərtləşmə problemi yaranır. Bununla bağlı daxil ola bilər səhifəyə daha ətraflı danışaraq məsləhətləşə bilərik.